Futbol demişken gelin bizim Azerbaycan'ın futbolumuzun fəxri olan kimdi? Bəli, Qarabağ Futbol Kulübü'nün komandiri Qurban Qurbanov'u məclisimizə dəvət ediyor. Selamünaleyküm, hoş gelmişsiniz, sefa getirmişsiniz. Aleyküm selam axı. Buyurun, təbrik eləyin mənlə gəlini. Mən təbrik edirəm bəyəmisi, gəlinizi. Xoşbəxt olsunlar. Bilsinlər ki, ailə həyatı futbolun ikinci tayımı kimi məsuliyyətlidir. Ona görə ailə həyatına məsuliyyətlə yanaşsınlar. Bəli, bəli. Bir şey dediyim ki, mən də sizi təbrik eləmək istəyirəm. Çempionlar Liqasındakı uğurlarınıza görə sizi təbrik edirəm. Və Qarabağ Futbol Kulübü'nün hesabına Azərbaycan futbolu tarixə düşdü. Çox sağ olun, çox sağ olun. Bəli, onu da deyim ki, birinci taymdan aslı olmayaraq, ikinci taymda Luboy komanda uduza bilər. Bəli, bəli. Mən hətta deyərdim ki, ikinci tayma 10 dəqiqə qalmış hansısa komanda 2 qırmızı kart alırsa, deməli, oyun tamamilə taleyi dəyişir. Bəli. Bir söz deyim, futbol dilindən desək, ailədə kim kimdir? Ailədə bəylə gəlin qapçıdır, qaynana hücumçudur, daim istəyir, qol vursun. Ha? Belə. Amma sizə bir söz deyim ki, gəlinlər var ki, penallaşmada qaynananın 5 topunun 5'ini də tutur. Tarixdə belə oyunlar olub ki, qolu əllə də vurublar, onda var yox idi. Var yox nədir? Ayıbdır, ailə məclisidir bura. Var yox idi. Var video görüntüdür. Yəni oyunda nəsə bir hadisə baş verəndə ona təkrar baxırdılar və düzgün qərar verirdilər. Başa düşdüm nəyə deyirsən. Video ilə baxırdılar ki, belə olub, nə taraf. Bildim. Ondan mən də belə deyək də, Lora dildə belə başa salım ki, deməli, axşam kişi evdən gəlir, anası bütün günü, yəni qaynana otaqdan çıxmayıb, gəlin sırazu kəstirir ərinin başının üstünü ki, anam məni bezdirib, bütün günü mənlə dığdıqdır, nə var bir dənə çay dəmləməmişəm. Ana da deyir ki, ay bala, bütün günü otaqdan çıxmamışam. Onda kişi deyir ki, gəlin vara baxaq, yəni təklərə. Baxırlar, görürlər ki, oyunun 43-cü dəqiqəsində budur, gəlin qapını açır, öz qaynana və bacısını, anasını evə salır, yeyirlər, içirlər, sonra onları yola salırlar, gedir. Sonra onlar gedəndən sonra qaynana çıxır, deyir, ay bala, bir çay dəmləməmsən, gəlin kobra kimi, az hardan, məndə vaxt var, bütün günü paltar yox, uşaqların dərsini hazırla. Yəni, proses bundan ibarət olur, düzdür mü? Onda onlar həmən o vara baxırlar, düzgünlüyə görə. Hakim nədir? Kişi, əgər kişidirsə, arvadına qırmızı kartı göstərir. Əgər kişiliyində bir zəiflik varsa, onda anasına deyir ki, mama, bir də çaya görə mən durum arvadı boşuyum. Düz sözdür. Yaxşı, qayınlar kimdir? Qayınlar müdafiəçidirlər, hərdən öz qapılarına da top vururlar. Baldızlar? Baldızlar yarım müdafiəçidirlər, gəlirlər aranı qatırlar, çıxıb gedirlər. Qaynatalar? Qaynatalar ehtiyatlı olan oyunculardır, onlar skamyada oturub elə qışqırırlar ki, vur da, mən sən yerim olsaydım çoxdan vurmuşdum. Bir dənə söz soruşum. Bizim bu pərəstişkarlar soruşurlar ki, sizin ümumiyyətlə gülmək mimikanız var, yoxsa yoxdur? Yəni, siz gülə bilirsiniz, yoxsa yox? Bilirsən, mən içərdən gülürəm. Bilsin nəyə görə? Deyirlər ki, biz görmüşük ki, bu Qarabağ komandası udanda da, uduzanda da Qurban Qurbanov eyni mimikadadır. Başa düşməyəm, mənim mimikama nə olub ki? Heç də olmayıb. Yəni, mən içərdən gülürəm, qardaş, içərdən sevinirəm. Elə mi? Onda mən sizə bir-iki şey deyim, siz də içərdən gülün. Təsəvvür edin ki, illər keçir və Nərman Axundzadə qızıl top alır. Ola bilər. Təsəvvür eləyin ki, Qarabağ Futbol Klubu haçansa Səbail Futbol Klubuna uduzur.
Ola bilər. Təsəvvür eləyin ki, Azərbaycanın yığma komandası haçansa dünya çempionu olur. Ola bilər. Gülə bilirmiş. Gülə bilirmiş. Görsən, baxıdan belə güldürürlər. Mən elə belə gülüm. Mən elə belə gülməmişim. Məndən oturdur, çox güləsən. Toylarda elə gülmək şeylər olur. Bir söz soruşum. Bu oyun vaxtı təsadüfən oyuncu topu vurur, hansı ki uçur gedir azərkeşlər tərəfə. Onda o top qaydır, yoxsa yox? Bilirsən necədir? Mən istəyirəm buna ayağını göstərim. Gətir topu. Deməli bu elə bir ki, borc kimi bir şeydir də. Borcu verdin, geri qayıtmadı. Bu elə bir ki, vəzifə kimi bir şeydir. Çıxdım, geri qayıtmır. Bu da mən arzu edirəm ki, gəlinimiz ata evindən ər evinə gedir. Qoy o evdə xoşbəxt olsun. Yarısın. Amma geri qayıtmasın. Dedim axı, geri qayıtmasın. Nə sırtıq top deyil. Dedim axı, geri qayıtmasın. Qurban müəllim, oyundan qabaq himn səslənəndə oyunçular himnə belə açıq əllə qulaq asmadılar, yoxsa bağlı əllə? O fərq eləməz. Əsas o ki, himnə qulaq assınlar, oxusunlar. Bir də ən çox hamını maraqlandıran sual. Doğrudan sənin maaşın 100 mindir? Hə, 100 mindir. Necə bəyəm? 100 mindir, hə? Sən cəmaatın pulunu niyə sayırsan? Yox, ondan başqa heç bir çaxçuxun zadın yoxdur da? Yox, yoxdur. Deməli, mənim də, futbolçuların da qazancı Qarabağ futboludur. Çünki Qarabağ bizim sərvətimizdir. Sen Musa'nın, Neriman'ın, Ülvi diyarısan. Sen Kade'nin, Leandro'nun, Kızıl Eyyarısan. Benim hem de futbolcuların bir ki çörek ağacısan. Servetim Qarabağ, iş yerim Qarabağ. Nemerler Gülistan'ısan, Ruzu bohçasısan. Pensiyam Qarabağ, zinetim Qarabağ. Nemerler Gülistan'ısan, Ruzu dastanısan. Sen Behlul'un ve Elvin'in Ülvi diyarısan. Mateus'un, Medina'nın barlı bağlarısan. Toral Zubir ve Yankovic'in bir ki çörek ağacısan. Servetim Qarabağ, iş yerim Qarabağ. Nemerler Gülistan'ısan, Ruzu bohçasısan. Pesiyam Qarabağ, zinetim Qarabağ. Nemerler Gülistan'ısan, Ruzu dastanısan. Güzel Şuşa bir tamaşa, yay günlerin serin. Güzel Şuşa bir tamaşa, yay günlerin serin. Dünürümüzün, ayrı gündüzün, tarihidir geçmişleri. Cennetim Qarabağ, zinnetim Qarabağ. Nəğmələr Gülistanısan, sen